Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərə nəzəriyyənin ilk dərsi nəzm və nəsr haqqında danışacağam. Keçək dərsimizə. Ədəbi yaradıcılıq iki hissədən ibarətdir. Nəzm və nəsr. Nəsr adi danışıq formasıdır. Mən hazırda sizinlə necə danışıram? Nəsr formasında. Nəsrin əsas vahidi cümlədir. Cümlələr abzaslara, abzaslar mətnlərə çevrilir, beləliklə nəsr əsərlərimiz yaranır. Bəs nəzm nədir? Sözə fikir verin, nizam, intizam sözünə bənzəyir. Yəni sözlərin nizamlı, intizamlı şəkildə düzülüşüdür. Bəs nəzmin əsas vahidi nədir? Misra. Misradan beytlər yaranır, beytlərdən bəndlər yaranır, beləliklə nəzm əsərlərimiz meydana gəlir. Nəzmi nəsrdən fərqləndirən bəzi əsas əlamətləri də var. Misal üçün ahəng, ölçü, qafiyə, bölgü, rədif, inversiya. Digər fərqli bir xüsusiyyəti, nəsr əsərləri yalnız epik və dramatik növlərdə yazıla bilər. Nəzm əsərləri isə hər üç növdə, həm lirik, həm epik, həm də dramatik növlərdə yazıla bilər. Azərbaycan dili qaydasından öyrənmişik ki, ahəng eyni ölçülü səslərin bir-birini izləməsidir. Ahəng nəzmin ilk şərtidir. Buna ritm də deyilir. Nəzmin ikinci əsas əlaməti ölçüdür. Ölçü yaxud vəzn. Bunlar ikisi də eyni anlayışdır. Şeir vəzinləri haqqında gələcək dərslərimizdə danışacağıq. Digər əsas bir əlamətimiz qafiyədir. Qafiyə səs tərkibi bir-biri ilə eyni olan səslər vasitəsilə yaradılır. Özünün də ayrılıqda 4 növü var. Zəngin qafiyə, buna tam qafiyə də deyilir. Yoxsul, yəni natamam qafiyə, daxili qafiyə, qulaq qafiyəsi. Bəs nədir bu zəngin, yoxsul, belə qafiyə olar? Gəlin misallar üzərində baxaq. Deyir, gözəl, sən də muradına çatmadın. Sınıq körpü yapmadın, öz tayını tapmadın. Əla, oxuduq gördük, burada qafiyə təşkil edən sözlər var. Bəs biz hardan bilirik ki, bu zəngindir, yoxsuldur, yoxsa daxili qafiyədir, yoxsa qulaq qafiyəsidir? Baxın, çatmadın, yapmadın, tapmadın. Sonundakı o 5 hərf bir-birinə səsləşir. 2 dənə heca bir-birinə səsləşir. Daha nə istəyirik? Yəni bu şeirdəki sözlər, qafiyələnən sözlər qafiyə cəhətdən korluq çəkmir. Zəngin, yəni tam qafiyədir. Başqa bir şeirdə baxaq. Deyir, aşıqlar saz tutub söz açan zaman dastanlar eşitdin Qoç Koroğludan. Heç burada qafiyə təşkil edən söz yoxdur. Kasıbçılıqdır da, heç nə yoxdur, qafiyəmiz yoxdur. Demişik, heç olmasa bu 2 dənə A və N hərfləri səsləşsin. Heç heca da deyil ha. Heca olsaydı zaman olardı. Koroğludan, dan olardı. Amma görürsünüz, heç heca da deyil. O qədər kasıbçılıqdır ki, o qədər yoxsulluqdur ki, 2 dənə hərf qoymuşuq ora. Bu da nə sayılır? Yoxsul, yəni natamam qafiyə. Digər bir qafiyəmiz daxili qafiyədir. Adından da göründüyü kimi misranın daxilində, ortasında işlənir. Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Burada mail, qafil sözləri qafiyələnir. Hansı qafiyədir bu? Daxili qafiyə, çünki misranın ortasında işlənib. Dostlar, bu mənim ən sevdiyim beytlərdən biridir. Bu beytin mənasını, Füzulinin burada nə demək istədiyini mənə şərhlərdə yaza bilərsiniz. Fikriniz mənim üçün çox maraqlıdır. Keçək digər qafiyə nümunəsi qulaq qafiyəsinə. Nümunəyə baxın. Ah, ayağı yalın, başı açıq. Hardasan? Hardasan? Gəl qarşıma çıx. Əgər səsimi sadəcə dinləyirsinizsə, zəhmət olmasa bir dənə ekrana nəzər salın. Fərqləndirilmiş sözlər bir-biri ilə əlaqəsizdir. Baxın, birinin axırı q ilə bitir, birinin axırı x ilə. Bunlar necə qafiyə təşkil edə bilər? Gözlə baxanda bunların qafiyə olduğunu bilmirik. Amma bir dənə tələffüzümə baxın. Başı açıq, qarşıma çıx. Eşidəndə bunlar qafiyələndi. Deməli, bu məntiqən hansı qafiyə olur? Qulaq qafiyəsi təbii ki. Qafiyələrimiz bu qədər. İndi nəzmin digər əsas əlaməti olan bölgüdən danışaq. Biz bölgü əvəzinə təqdi, duraq, ayaq, sezura kimi terminlərdən də istifadə edə bilərik. Bəs niyə duraq deyirik? Ayaq niyə deyirik? Ayaq nə əlaqə? Çünki bölgü şeir oxunan zaman misra daxilindəki fasilədir. Elə bil biz yol gedəndə birdən-birə ayaq saxlayırıq, fasilə veririk. Bunun bir şeir forması da var və bu bölgü adlanır.
Bəs şeirin bölgüsünü necə müəyyənləşdiririk? Heç narahat olmayın, mən buradayım. Gəlin bu şeir nümunəsində bölgünü təyin eləyək. Mən şeiri oxuyanda belə oxuya bilərəm. Alagözlü Nigar xanım, üzün məndən niyə döndü? Sənə qurban şirin canım. Belə oxuya bilərəm? Yox, əlbəttə. Şeiri müəyyən bir ahəng ilə oxumalıyam. Aralarda fasilələr verməliyəm. Yəni bölgü olmalıdır arada. Alagözlü Nigar xanım, üzün məndən niyə döndü? Sənə qurban şirin canım. Üzün məndən niyə döndü? Arada verdiyim fasilələr bölgü, təqdi, duraq, ayaq, sezura adlanır. Şeiri oxudum, bölgülərin harda olduqlarını müəyyən elədim. İndi baxaq görək, hər bölünmüş sözə neçə heca düşür və biz bilirik ki, hecanın sayını sözdəki saitlərin sayı ilə tapırıq. Görək bölünmüş sözdə neçə sait var? 1, 2, 3, 4. Bu sözdə 4 heca var. Digərinə baxaq. 1, 2, 3, 4. Burada da 4 heca var. Deməli, bu şeirin bölgüsü necədir? 4 plus 4 şəklində. Bu nümunəni də sizə buraxıram. Şeirin bölgüsünü tapıb şərh bölməsində mənə yazın. Bölgü bu qədər dostlar. Gəldi digər əsas əlamətimiz olan rədif. Rədif qafiyədən sonra təkrarlanan söz və ya ifadələrə deyilir. Gəlin nümunə üzərində baxaq. Boyun sürahidir, bədənin büllur. Gərdənin çəkilmiş minadan pəri, sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Buradakı pəri sözləri qafiyə deyil. İki təkrarlanan söz qafiyə ola bilməz. Buradakı qafiyələr minadan, sonadan sözləridir. Qafiyədən sonra təkrarlanan söz rədifdir. Bəs şeiri rədif əsasında adlandıra bilərikmi? Bəli, əlbəttə. Elə indi oxuduğumuz bənd pəri qoşmasından bir parçadır. Qaldı inversiya. İnversiya söz sırasının pozulmasıdır. Gəlin bunu Səməd Vurğunun Azərbaycan şeirindən bir nümunə gətirərək izah edim. Misal üçün şair burada deyir, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Könül candan ayrılarmı? Düzgün forması bu olmalıdır. Lakin şair burada inversiyadan istifadə edərək misranın, bəndin, hətta şeirin emosionallığını, təsir gücünü artırıb. İnversiyanın da vəzifəsi budur. Qeyd olaraq demək istəyirəm ki, nəzmlə yazılan əsərlərə nəğmələr, bayatılar, qoşmalar, təcnislər, qəzəl, qəsidə, təmsil və poemalar daxildir. Nəsrlə yazılan əsərlərə isə əfsanələr, rəvayətlər, hekayə, povest və romanlar daxildir. Bugünkü mövzumuz bu qədər əziz dostlar. Videomu bəyəndinizsə bəyən düyməsinə basmağı, daimi dərslərdən xəbərdar olmaq üçün kanalıma abunə olmağı, şərh bölməsində suallarınızı, fikirlərinizi yazmağı unutmayın. Sağ olun dostlar.